Salam dostlar, bugün sizlərə yeni manatla depozit edə biləcəyiniz saiti təqdim edirəm. Saitin linki videonun rəylər qismində yerləşdirilən Telegram kanalında var və həmən Telegram kanalına daxil olaraq siz saitin linkini əldə edə bilərsiniz. Qeydiyyat çox sadədir. Verdiyim linkə daxil olduqdan sonra belə bir xana açılır. Bu həmin xanada birinci xanaya mobil nömrənizi qeyd edirsiniz. İkinci xanaya sayta giriş parolunuzu daxil edirsiniz. Dəvət koduna heç nə yazmağınıza ehtiyac yoxdur. Mənim linkimlə qeydiyyat olanlarda burada avtomatik dəvət linki özü yazılacaq. Mənim əvvəlcədən qeydiyyatım olduğu üçün bir daha yenidən qeydiyyat olmuram dostlar. Sayta daxil olan zaman bizi belə bir yer qarşılayır. Bizə ilk növbədə 15 AZN məbləğində qeydiyyat bonusu verir. 15 AZN ilə biz paket ala bilmirik. Burada müəyyən paketlər var. 60 AZN-lik paket var. Gündəlik 5 AZN qazandırır. 120 AZN-lik paket var. 13 manat qazandırır gündəlik. 260 manatlıq paket var. Gündəlik 28 AZN qazandırır. 550 AZN-lik paket var ki, gündəlik 60 manat qazandırır. 1200 manatlıq paket var. Gündəlik 132 AZN qazandırır. 2500 paketlik 2500 manatlıq paket gündəlik 280 manat qazandırır. 3800 paketlik 430 manat qazandırır. 7800 manatlıq paket gündəlik 920 manat. 13500'lük paket gündəlik 1900 AZN qazandırır. 28.000 paketlik isə gündəlik 3800 manatlıq paket qazandırır bizə. Və bu formada biz paketləri ilə tanış olduq. Depozit qaydasını da öyrədirəm dostlar. Depozit qaydası mənim hissəsində yerləşir. Burada balanslı doldurmağın üzərinə basırsınız. Buradan depozit etmək istədiyiniz məbləği seçirsiniz. Hər hansısa birisinə daxil olursunuz. Tutaq ki, 1200 manatlıq paket. Ödəniş kanallarından biri seçirsiniz. Ödəniş sistemi yüklüdür yazır hal-hazırda. Ona görə yükləməm bu dəqiqə alınmır, amma siz daxil olduqda, baxın indi daxil oldu, Kapital Bank hesabı verir, növbəti addımın üzərinə basırsınız. Burada bir nömrə verib, həmən bu Kapital Bank kartına depozitinizi etdikdən sonra həmən çeki bu hissəyə yüklürsünüz və növbəti addıma basırsınız və sizin depozitiniz təsdiqlənmiş olur dostlar. Bundan əlavə çıxarış bölməsində göstərim. Burada istirahət bölməsi var ki, bura çıxarış bölməsi adlanır. Həmən bu çıxarış bölməsində dostlar siz öz belə deyim, bank kartınızı, bank kart nömrənizi və adınızı yazaraq buradan çıxarış etmiş olursunuz. Minimum çıxarış məbləği də burada qeyd olunub 15 AZN təşkil edir və minimum depozitdə dostlar 60 AZN-dir. Yəni 60 AZN-dən aşağı depozitlər qəbul edilmir. Bunu əvvəlcədən sizə deyim. Burada da paylaş bölməsi var. İstəsəniz həmən saiti öz linkinizi dostlarınızla paylaşaraq hər depozitdən 20% əldə etmiş olursunuz. Bu birinci səviyyə referallara aiddir. İkinci səviyyə referallardan 4% qazanmış olursunuz. Üçüncü səviyyə referallardan isə 1% qazanmış olursunuz. Bu qədər sadə. Hər hansı bir suallar yaranarsa videonun rəylər qismində mənə bildirməyi unutmayın. Sağ olun, sağlıqla qalın.